Mərkəzi Bankın sədri Talik Kazımov yerli mediaya müsahibəsində bildirib ki, bank sektoru üçün çağırış məhz təmərküzləşmədir və sektorda rəqabət artırılmalıdır. O vurğulayıb ki, dominant banklar var və onların faizlərinin dəyişiminin ümumi sektora təsiri var. İqtisadçı Xalid Kərimli deyir ki, kreditlərin faizlərinin yüksək olmasının yeganə səbəbi təmərküzləşmə və rəqabətin aşağı səviyyədə olması deyil. Bu maliyyə resurslarının dəyəridir, yəni bank sektorunun satmaq üçün əldə etdiyi pul resurslarının dəyəridir. İkinci əsas amil bu risk səviyyəsidir. Həm ölkə iqtisadiyyatı ilə bağlı, həm problemli kreditlərlə bağlı, həm şirkətlərlə bağlı risk səviyyəsi burada rol oynayır. Təbii ki, burada təmərküzləşmə və rəqabətin səviyyəsi də əhəmiyyətli təsir göstərir. Rəqabətin səviyyəsinin də aşağı olmasında, həm də təmərküzləşmənin çox olmasında da rolu var. Təmərküzləşmə niyə çox olub? Niyə iri banklarla kiçik orta banklar arasında kəskin fərqlər var? Bunun həm tarixi, həm də iqtisadi səbəbləri mövcuddur. Xalid Kərimli hesab edir ki, hələ 2023-cü ildə Mərkəzi Bankın məcburi ehtiyat normaları ilə bağlı tələbi yüksəltməsinin məqsədi bank sektorunda təmərküzləşmənin səviyyəsini aşağı salmaq idi. Lakin bu addım nəticə verməməklə yanaşı faizlərin artmasına səbəb oldu. Bu istiqamətdə digər addım isə kiçik və orta bankların əmək haqqı ödənişlərinə çıxışının təmin edilməsidir. Bu, belə banklara müştəri bazası və faizsiz vəsaitlər verə bilər. İqtisadçı Ruslan Atakişiyev isə deyir ki, kredit faizləri yüksək olması cəlb edilən vəsaitlərin faizləri ilə bağlıdır. Maliyyə bazarında vəsaitlərin hərəkətinin asanlaşdıqca istər-istəməz də, yəni ki, bankların da ucuz vəsaitə çıxış imkanları genişlənir. Ona görə cəlb olunan vəsaitlərin ucuzlaşması istiqamətində rəqabətin formalaşdırılması faizlərin aşağı düşməsinə səbəb ola bilər. Kreditlərin faizlərinin aşağı salınması ilə bağlı daha bir təklif isə bazara yeni bankların daxil olmasıdır. Baxmayaraq ki, ölkədə 21 bank mövcuddur, hesab edilir ki, bazara iri oyunçuların daxil olması bank sektorunda rəqabəti artıra bilər.